Salam hörmətli izləyicilər, əziz kimya sevərlər. Sizinlə 9-cu sinif test toplusundan əlavə yarımqrup elementlərinin bir variantının izahı ilə qarşınızdayıq. İzaha başlamamızdan ilk öncə kanalımıza dəstək məqsədi ilə abunə olmağı, əgər bəyəndiysənsə bəyən butonunu basmanızı xahiş edirik. Birinci sualımıza deyir, dəmir oksigenlərə qarşılıqlı təsirdə olur, dəmir yanığı əmələ gəlir. Bu da bizdə 6-cı rəqəmlə göstərilmişdir. Kükürtlə qarşılıqlı təsirdə olanda dəmir 2 sulfid əmələ gəlir. Bu da birinci rəqəmlə göstərilir. Dəmir duru sulfat turşusu ilə qarşılıqlı təsirdə dəmir 2 sulfat 1 də hidrogen çıxır. Bu da 2 və 3 ilə işarə olunub. Dəmir qatı sulfat turşusu ilə reaksiya gedir. Dəmir 3 sulfat, kükürt 4 oksid və su əmələ gəlmiş olur. Burada da bu da 4 ilə 5-də verilmişdir. Çuqun istehsalı zamanı donma sobasının yuxarı hissəsindən sobaya hansı maddələr əlavə edilir? Yadınızda saxlayın ki, sobaya adətən yuxarıdan maqnetit, yəni dəmir mineralı əlavə edirik, dolamit əlavə edirik, bir də koks əlavə edirik. 1, 3, bir də 4. Sonra birləşmənin A və B maddəsinə uyğun olaraq qruplaşdırın. Bax, natrium hidroksid qonurlaşan yaşıl çökündü. Qonurlaşan yaşıl çökündü bir qayda olaraq yadınızda saxlayın ki, dəmir 2 hidroksiddir. İndi biz görək ki, natrium hidroksid məhlulun üzərinə dəmirin mütləq 2 valentli duzlarını əlavə etməliyik ki, dəmirin 2 hidroksid əmələ gətirsin. Burada da onda A'ya olacaq 1, bir də 3. Sonra keçirik B'yə. Qonur çöküntü. Qonur çöküntü isə yadınıza saxlayın, dəmir 3 hidroksiddir. Dəmir 3 hidroksid alması üçün bunu dəmirin 3 valentli duzlarını əlavə etməliyik ki, bu zaman dəmir 3 hidroksid alansın. Dəmirin 3 valentli duzları burada 2-də, 4-də, bir də 5-də. Yəni 2, 4, B'yə də 5 əlavə etməliyik. Sonra hansı maddə məhlulda artıq miqdarda kalium hidroksid məhlul əlavə etdikdə reaksiyada alınan çöküntünün kütləsinin zamanla asıllığının xarakterik qrafikinə uyğundur. Bir də görürsünüz, burada çöküntünün kütləsi zaman keçdikcə artır və müəyyən miqdardan sonra artıq çöküntü həll olmağa başlayır və çöküntünün kütləsi azalır. Bu yadınızda saxlayın. Bu cür qrafiklər amfoter maddələr üçün xarakterikdir. Amfoter maddələr artıq götürdükdə həll olaraq duza çevrilir. Burada ona görə də biz amfoter maddələri götürəcəyik. Burada da amfoter maddələr hansılardır? 1. Xromun 3 valentli duzu. 1, 2, bir də 5. Yadınızda saxlayın ki, amfoter maddələr nədir? Sink də alüminiumdur. Dəmirin və xromun 3 valentli birləşmələri amfoter maddələrə aid olur. Ağ çubuğun tərkibində karbon. Ağ çubuğun tərkibində karbon sementit şəklində olmuş olur. Sink bu sfalerit mineralıdır və tərkibindəki sink isə müsbət oksidləşmə dərəcəsini göstərir. Kuprit bu şəkildə yazılır və tərkibindəki mis müsbət bir oksidləşmə dərəcəsi göstərir. Bu maqnetit mineralıdır. Baş hərfini yazıram. Maqnetit mineralıdır və tərkibindəki dəmir Fe3O4 yadınıza saxlayın, qarışıq oksiddir. Ona görə də bunun tərkibindəki həm dəmirin müsbət 2 oksidləşmə dərəcəsi var, həm də müsbət 3. Qalmey sink karbonatdır. Burada da sink burada müsbət 2 oksidləşmə dərəcəsini göstərmiş olur. Eyler-Venn diaqramına uyğun bəndləri qeyd edin. Sinkin üstünə qatı sulfat turşusu gəlir. Sinkin üstünə qatı sulfat turşusu gələndə yadınızda saxlayın ki, sink sulfatı alınır, hidrogen sulfid alınır, bir də su alınır. Burada adi şəraitdə gedir. Su alınır, yalnız qızdırıqda alınan maddə. Bu sırada dəmirin üzərinə qatı sulfat turşusu gəlir. Dəmirin üzərinə də qatı sulfat turşusu gələndə dəmir 3 sulfat alınır, kükürt 4 oksid alınır, bir də su alınır. Amma qatı sulfat turşusu mütləq qızdırmaqla gedir. Bizdən nəyi soruşur? Adi şəraitdə gedir. Adi şəraitdə gedəndə bu sink buna aiddir. Sonra su alınır. Su alınır, hər ikisində su alınır.
Yalnız qızdırıldıqda gedir. Dəmir qatı sulfat turşusu ilə adi şəraitdə getmir. Onu qızdırdıqda gedir. Ona görə buraya yazırıq. Alınan duzda metalın oksidləşmə dərəcəsi müsbət 2-dir. Sink sulfatda sinkin oksidləşmə dərəcəsi müsbət 2-dir. Burada isə dəmirin oksidləşmə dərəcəsi müsbət 3-dür. Sonra tərkibində 98% dəmir olan 2 ton çubuğun almaq üçün 12,5% qarışığı olan hematit mineralından neçə ton götürmək lazımdır? Biz də nə edirik? İlk öncə tapırıq ki 98% dəmir olan dəmirin kütləsini tapırıq. Ona görə 98-i nə edəcəyik burada? 98-i vuracağıq 20-yə, böləcəyik 100-ə. Bu da eləyəcək 19,6. 19,6 ton. Deməli bizim 19,6 ton dəmirimiz var. Sonra deyir ki, ton almaq üçün 12,5% qatışığı olan. İndi biz oradan qatışığın indi tapaq ki 19,6 ton neçə 19,6 tonda dəmirin miqdarı neçə qram dəmir oksiddə aiddir? Məsələn, hematit mineralında. Deməli, hematit mineralda biz bilirsiniz də budur. Bizdən də deyir ki 19 tam. İndi buradan yazaq ki 19,6 tona nə qədər lazımdır dəmir var bilmirik, x qram. Amma biz bilirik ki dəmirin formulu, hematit mineralının formulunu burada yazdıq ki termiki O3. Burada baxırıq ki 56-dır dəmirin. Burada da 2 dənə dəmir atomu iştirak edir. 112. Deməli 112 qram dəmir də nə qədər mineralın tərkibindədir? Dəmir 3 oksidin kütləsi, hematit mineralının kütləsi 160-dır. Buradan da x da bərabər olacaq 28 ton hematit mineralı, yəni dəmir 3 oksid. Sonra deyir ki 28 ton. Bizə də deyir ki 12,5% qatışığı olar. 12,5% qatışığı varsa 100-dən çıxacağıq. 100-dən çıxacağıq 12,5-i. 100-dən 12,5-i çıxsaq 87,5 eləyəcək. İndi bizdən də soruşur ki, deməli 28 ton 87,5 faizə uyğun gəlirsə, onda x sınırımızda 100-ə, 100 də buradan, x də buradan bərabər olacaq. Vurduqda 32 ton. Yəni biz nə qədər götürməliyik? 32 ton. Bu mineral sualımızın cavabı olacaq 32 ton. Biz 32 ton dəmir mineralı götürməliyik. Sonra hansı reaksiyada dəmirin ikivalentli birləşməsi alınır? Bir qayda olaraq yadınızda saxlayın ki, dəmir qatı ilə qarşılıqlı təsirdə olduqda həmişə 3 valentli duz alınır. Dəmir birbaşa xlorla qarşılıqlı təsirdə olanda 3 valentli birləşməsi alınır. Ancaq bizə nə 2 valentli dediyinə görə dəmir kükürdlə reaksiyaya girəndə dəmir 2 sulfid alınır. Bu 2 valentlidir. Sonra dəmir xlorid turşusu ilə reaksiyaya girəndə dəmir 2 xlorid bir də hidrogen alınır. Bu 2 valentlidir. Bir də dəmir duru sulfat turşusu ilə dəmir 2 sulfat alınır. Bir də burada 2 valentlidir. Ona görə 1, 3, 4 olacaq. Sonra 10-cu sualımızda deyir ki, uyğunluğu müəyyən edin. Deməli, dəmir qatı nitrat turşusu ilə adi şəraitdə reaksiya daxil olmur. Bəli, bu elə buna aiddir. Natrium hidroksid məhlulu reaksiya daxil olur. Natrium hidroksid məhlulu reaksiya daxil olan amfoter metal olan sinkdir. Xlorid turşusu reaksiya daxil olmur. Mis xlorid turşusu ilə reaksiya daxil olmur. Çünki mis pasiv metallı hidrogendən sonra yerləşir. Hidrogendən sonra yerləşən metallar heç misdir, qızıldır, gümüşdür, platindir. Turşularla qarşılıqlı təsirdə olub hidrogeni çıxarmır.
Təbiətdə həm sərbəst, həm də birləşmələr şəklində rast gəlinmiş olur. Sink həm təbiətdə sərbəst, həm də birləşmələr şəklində rast gəlmiş olur. Su ilə adi şəraitdə reaksiyaya girir. Bunların heç biri su ilə adi şəraitdə reaksiya daxil olmur. Ona görə bunu da götürmürük. 11-ci sualımızda nə soruşur? Xrom isti və qatı nitrat turşu qarşılıq təsirindən alınan məhsulları müəyyən edin. Yadınızda saxlayın ki, xrom qatı nitrat turşusu ilə qarşılıqlı təsirdə olduqda xrom 3 nitrat, azot 4 oksid və su alınmış olacaq. O da cavab A variantı. Təbiətdə singə hansı minerallar şəklində rast gəlinir? 1 sinkit, sonra 3, bir də 4. Deməli, bu yəni sink sulfit, sfalerit, sonra qalmey, sinkit minerallar şəklində rast gəlinir. Bu da D variantına uyğun gəlir. Sənayedə misi əsasən hansı reaksiya ilə alırlar? Sənayedə mis almaq üçün reaksiya budur. Mis sulfidi oksigendə yağlanır, mis 1 oksid və kükürt 4 oksid alınır. Sonra mis 1 oksidin üzərinə mis 1 sulfid gələndə mis və kükürt 4 oksid alınır. Hansı reaksiyaya getmir? Dedik ki, mis heç bir zaman neynər hidrogendən sonra yerləşdiyinə görə mis su ilə reaksiyaya getmir. Ancaq olorla, oksigenlə, kükürtlə, nitratla nə? Sink üçün hansı ifadə doğrudur? Maviyə çalan gümüşü ağ rənglidir, bəli. Ağır metaldır, bəli. Kövrəkdir, bəli. Amfoterdir, bəli. Su ilə reaksiya daxil olmur, xeyr. Sink su ilə reaksiyaya daxil olur. Məsələn, tutalım ki, sink üstə gəlinsin su. Bu zaman alınacaq sink oksid. Bir də hidrogen. Yəni ona görə cavabımız olur G variantı. Hansı reaksiya tənliyi doğru deyil? Biz bura baxdıqda burada bu reaksiya tənliyi doğru deyil. Nəyə görə? Çünki xrom 2 oksid əsasi oksiddir. Əsasi oksid heç bir zaman qələvlərlə reaksiyaya daxil olmur. Ona görə də C variantını götürürük. Amfoter oksidləri göstərin. Biz əvvəlki dərsimizdə də dedik ki, testlərimizdə də dedik ki, amfoter oksidlər nədir? Dəmirin, necə də xromun 3 valentli oksidləri, sink oksid, alüminium oksid. Burada da 3, 4, 17-ci sualımızda A variantına uyğun gəlir. Dəmir 2 ionunu hansı maddələrlə təyin etmək olar? Dəmir 2 ionunu biz dəmir rodonitlərlə, hidroksidlərlə təyin etmək bilər. Burada da hidroksid var. Ona görə B. Dəmir və mis birləşmələrində hansı oksidaşma dərəcəsi xarakteristikdir? Mis birləşmələrdə həmişə yadınızda saxlayın. Müsbət 1, müsbət 2, dəmir isə müsbət 2, müsbət 3 oksidaşma dərəcəsi göstərir. Bu da A variantına uyğun gəlir. Hansı reaksiyada dəmir alınır? Bu alüminotermiya üsuludur. Bu reaksiyada metallurgiyada istifadə olunur, dəmir alınmış olur. Hansı reaksiyada duru sulfat turşusundan istifadə edilmişdir? Bir qayda olaraq yadınıza saxlayın ki, duru sulfat turşusundan istifadə edəndə dəmirin və xromun ekvivalentli duzları əmələ gəlir. Burada da görürük B variantında dəmirin ekvivalentli duzu əmələ gəlir və hidrogen çıxıb. Ona görə də cavabımız elə B variantıdır. A variantında 3 valentli, C variantında da yenə qatı sulfat turşusundan istifadə olunub. Burada da Y-də də qatı sulfatdır, D-də də qatı sulfat turşusundan istifadə olunub. Çünki qatı sulfat turşusundan istifadə edildiyi zaman mütləq aralıq məhsul olan kükürdün oksidi əmələ gəlmiş olur. Hansı reaksiya doğru deyil? Burada Y variantındakı doğru deyil. Nəyə görə? Çünki dedik ki, dəmirin 2 valentli birləşmələr əsası, 3 valentli birləşmələr isə amfoter xassələrdir. Əsasi xassəli maddələr isə heç zaman əsaslarla reaksiyaya daxil olmur. 23-cü sualımızda nə soruşur? Dəmir piritin 2-nin tam yanması hansı məhsul alınır? Piritin tam yanması nəticəsində yadınızda saxlayın ki, bu zaman dəmir 3 oksid alınır və kükürt 4 oksid. Bu da D variantına uyğun gəlir. Hansı maddə
reaksiyasından xromun oksidləşmə dərəcəsi müsbət 2 olan birləşməsi alınar. Dedik ki, əvvəlki testlərimizin izahına duru turşularla qarşılıqlı təsirdə olanda 2 valentli, qatı ilə təsirdə olanda 3 valentli. Bu da olacaq C variantı. Eyni zamanda nə etdik? Xlorla birbaşa qarşılıqlı təsirdə olursa 3 valentli, hidrogen xloridlə qarşılıqlı təsirdə olursa isə 2 valentli birləşməsi alınmış olur. Mis atomunda normal halda neçə cütləşməmiş elektron var? Mis atomunda normal halda bir dənə cütləşməmiş elektron var. O da S1 elektron formunda yerləşir. Yəni misin elektron formulu 3D üstü 10, 4S üstü 1'dir. Bir dənə elektron cütləşməmişdir. Sonra Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. 26-cı sualımızda. Bu da birincidən. Məsələn, əlavə yarım qrupda yerləşir. Baxırıq burada əlavə yarım qrupda yerləşir. Hər ikisi əlavə yarım qrupda yerləşir. Bura yazırıq. Sonra xarici elektron təbəqəsinə bir elektron var. Xarici elektron təbəqəsinə bir elektron varsa bu xroma aiddir. Dəyişkən valentlidir. Dəyişkən valentlik də xroma aiddir. Amfoterdir. Amfoter isə sinkə aiddir. O da eləyəcək A variantı. Dəmir lövhənin mis məhluluna nasıl alınmışdır? Reaksiya nəticəsində 32 qram mis alınmışsa, məhlulun kütləsi neçə qram azalmışdır? Biz ilk öncə nə edəcəyik? 64-dən çıxacaq 56-sın. Bu da eləyəcək 8. Buradan biz tənasibimizi quracağıq. Deməli, 64 qram reaksiyaya girəndə kütlə 8 qram azalırsa, 32 qram da reaksiyaya girəndə kütlə x qram, x da bərabər olacaq 4. Deməli, məhlulun kütləsi neçə qram azalacaq? 4 qram azalmış olacaqdır. Sonra dəmirin hansı maddələrlə qarşılıqlı təsirindən alınan məhsulun oksidləşmə dərəcəsi müsbət 2 olur. Əvvəlki testlərdə dedik, yenə də deyirik, dəmir xlorid turşusu ilə duru sulfatla qarşılıqlı təsirdə 2 valentli birləşməsi alınır. Bu da 1-də, 3-də, bir də dəmir miski sulfatla da qarşılıqlı təsirdə olanda 2 valentli birləşməsi alınacaq. 1, 3, 5. Sonra 29 D elementlərini müəyyən edin. Burada D elementləri bir xromdur, bir də misdir, bir də dəmirdir. Dəmir də D elementidir. Yəni əlavə yarım qrup elementidir. 2, 4, 5 eləyir. Sonra 30-cu sualımızda nə deyir? Deyir ki, uyğunluğu müəyyən edin. Natrium hidroksidinin üzərinə X-dir. Molekulunda 4 atomlu olan düz əmələ gətirir. Biz əgər natrium hidroksidin üzərinə dəmir 3 oksid gəlsək, bu zaman nə alınacaq? Natrium metaferri də alınacaq. Natrium metaferri də alınacaq və su alınacaq. Bizə deyir ki, 4 atomlu olan duz alınır. 4 atomlar, deməli bunun üzərinə dəmir 3 oksid əmələ əlavə etsək 4 atomlu olan duz əmələ gələcək. Bir və yaxud da ki, amfoter hər hansı bir metal, məsələn tutalım ki, xrom da gəlsək, bunun üzərinə xrom 3 oksidi də gəlsək, çünki amfoter daxı bu zamanda yəni alınacaq natrium plus, yenə də su. Sonra reaksiyaya getmir. Xrom dəmir əsası oksid, yəni dəmir 2 oksid əlavə getsə reaksiyaya getməyəcək. Turşu alınacaq. Bunun üzərinə xrom 6 oksidi gəlsək, bu zaman alınacaq xromat turşusu H2 xrom O4. Ona görə də birinci sualımıza, birincimizə uyğun gəlir. Buradan yazaq. 1-ə uyğun gəldi. B-D. 2-yə uyğun gəldi. Neçə? Xrom oksid 2-yə uyğun gəldi. Bir də bu xrom oksid də əsası oksiddir. A, bir də Y. 3-ə uyğun gəldi.
Xrom 6 oksid 3'ə də uyğun gələcək. Bu qədər diqqətinizə görə sağ olun. Bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.